Sabahınız xeyirli olsun, gününüz bərəkətli olsun inşallah. Bugün ilk öncə qızıldan danışaq. Dünən axşam saatlarında biz qızılın istər ləng, istər sürətlə, istər yavaş-yavaş hərəkəti olsa belə yenidən 4760-a toxunacaq kimi bir yazı paylaşdıq və baxın qızıl istər yavaş da olsa, ləng də olsa, az sürətdə olsa yenə gedib 4760-a toxunacaq və təbii ki, qiymət 4760-a toxundu. Hətta yəni demək olar ki, 80-ə qədər yüksəlir və yenidən yüksələcək. Alış əməliyyatlarımız 4777-dən olacaq. Dünən qızılda 3 alış əməliyyatlarımız 2 dəfə 4730-dan, bir dəfə 4738-dən alış əməliyyatları yəni gəlirlə nəticələndi, amma satış əməliyyatları isə 4705-dən gələn 5 dollarlıq aşağı endi. Təbii ki, ilk öncə yuxarı nümayiş etdirsə belə yenidən aşağı doğru, hardasa 35 dollar yuxarı doğru gedəndən sonra 5 dollarlıq bizim açdığımız əməliyyatdan 5 dollarlıq bir gəlir verdi. Bu da yəni açdığı əməliyyatı sığortalamaq üçün yetərincə bir hərəkətdir. Təbii ki, trailing stopdan istifadə edərsinizsə. Satışlar 60-dan 5760-lardan gələcək. Qısa bir deyək ki, hərəkətdə satış əməliyyatları açılacaq. Amma qızılın yenidən yuxarı qalxması, yəni bildiyiniz kimi ətrafda baş verən müharibələrlə bağlı və Trumpın açıqlaması ilə bağlı həm qızıla, həm neftə sürətli təsir göstərir. Və bugün diqqətlə baxın, yəni bu istiqamətdə qızıl hərəkət edir və nələr baş verəcək? Yəni biz bunu üçbucaq şəklinə salsaq, qiymətin əsasən sürət götürdüyü yer olacaq 4833-dən sonra olacaq. Təbii ki, uzun müddətli satışlar 4600-dən gələcək. Keçək biz gümüşə. Gümüşdə nələr baş verəcək? Gümüşdə ümumi istiqamət, gümüş də təbii ki, yuxarı doğru istiqamətinə davam etdirir və bir də nəzər çatdırım. Dünənki siqnallar, dünən biz siqnalları paylaşdıq. Dünən hardasa deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Yəni bu siqnallardan çox hissəsi, əsasən də məsələn Ethereum-un bayı və Bitcoin-in bayı mükəmməl gəlirlər verdi. Yəni qızılda bax gördünüz bu 5 dollarlıq bir eniş nümayiş etdirdi. Qalan siqnalları hansına gördümsə paylaşmışam burada. Və bugün də siqnalları paylaşmışıq. Deməli, biz danışırıq gümüşdən. Gümüş necə? Yəni, gümüşün ümumi istiqaməti təbii ki, qızıl kimi o da yuxarı doğru istiqamətinə davam etdirir və hədəf olaraq 78-700 uşaqlar və yuxarı doğru istiqamətdən davam etdirir. Yəni, satışlar günün ikinci yarısından sonra paylaşarıq. Bu haqda məlumat verərik. Keçək biz Bitcoin-a. Bitcoin-a nələr baş verdi? Bitcoin-da biz dünən alış əməliyyatlarını icra etdik və bir neçə gün bundan qabaq Bitcoin-un hədəflərini müəyyən etmişdi. Yəni, Bitcoin hansı nöqtələrə qədər qalxacaq və növbəti hədəf, baxın, Bitcoin-da növbəti hədəf 75.000 nəzərə çatdırmışam. Bu, aprelin 11-də. Axşam saatlarında 22:35-də və qiymət, yəni bildiyiniz kimi, yuxarı doğru istiqamətinə davam etdirir və səhər saatlarında demək olar ki, 74.9-dur, yəni belə bir şey qalmadı 75-ə və yenidən biz alış əməliyyatları haqqında məlumat vermişik siqnal kanalında və yuxarı doğru istiqamətinə davam etdirir. Yəni bizə tez-tez yazırlar siqnal kanalı ilə bağlı. Yəni biz bilirsiniz ki, 2 günlük tam olaraq pulsuz qonaq dəvət edirik və ondan sonra istəsəz 2 gün ərzində gələn gəlirlərdən az bir hissəsini verib aylıq abunə ola bilərsiniz. Deməli, 74.200-dən satış əməliyyatları
yəni gəlməsini paylaşmışıq. Amma yaxşı olardı ki, 74.000-dən sonra satış əməliyyatlarına girmək deyir. Amma alışlar isə təbii ki 74.500-lərdən yerində olacaq, yuxarı doğru istiqamətlə davam etdirəcək. Əsasən də bizə maraqlı olan, bir çoxlardan maraqlı olan neftdir və neftin dünən biz həm crude oil'da, həm future spotlarda satış əməliyyatları haqqında məlumat vermişdik. Crude oil'da biz səhv etmirəmsə 90 dünən crude oil'da, dünən ayın 13-ü idi, crude oil'da baxaq, biz satış əməliyyatlarını paylaşmışıq mı, yoxsa paylaşmamışıq? Biz YouTube kanalında paylaşmışdıq. YouTube'da elə bil ki, biz hansı nöqtələrdə satış əməliyyatlarını demişdik, bu dəqiqə sizin nəzərinizə çatdıraram. Deməli, future spotlar satış əməliyyatları 103-dən, crude oil'da 97-dən. Crude oil'da 97-dəndir. Crude oil bu 97-dən satış əməliyyatları idi. Yəni 97-dən gələn satış əməliyyatları kifayət qədər endi, yəni dəyər itirdi. Eyni zamanda future spotlarda da biz 103-dən satış əməliyyatlarını təyin etmişdik. Yəni çox mükəmməl verdi. Amma mən üçün çox maraqlıdır ki, nə üçün biz 70-lərdən yox, məhz 97-dən demişik. Nəysə, bugün nələr olacaq? Yəni, Hörmüz boğazı ilə bağlı neft sürətli hərəkət edir. Hal-hazırdakı vəziyyətdə, yəni gördüyünüz kimi bu istiqamətdədir. Yəni, çox diqqətlə baxın, boşluqlarla yaranıb. Burada boşluq, burada boşluq, burada boşluq. Yəni, bu bildiyiniz kimi tələb təklifdən ibarətdir. Çıxan Trumpın hər bir açıqlaması və İranın açıqlaması, əsasən İranın açıqlaması yox, Trumpın açıqlaması ilə bağlıdır. Yəni, bu istiqamətdə elə bir yerdədir ki, yəni bunun texniki analizi biraz müəmmalı olsa belə, biz yenə belə bir trend xəttini çəkə bilərik, üst-bucaq çəkə bilərik və müəyyən edə bilərik ki, bu qiymət 91-dən 91-90-lardan aşağı formalaşsa, satışlara üstünlük verərik. Alışlar əslində yalnız 100.20-lərdən sonra olacaq. Bu təbii ki, yəni crude oil'dan söhbət gedir. Crude oil future spotlardan biraz ucuzdur. Biz future spotlara baxaq. Future spotlarda biraz bahadır. Brent oil spot. Baxın, bunlar eynidir. 99 buradadır. 94 buradadır. Yəni, biraz fərq verir. Eyni zamanda digər neftə də baxaq biz. 99-da. Bu future spotlardır. Future spotdur. Yəni, bu istiqamətdə hərəkət edir. Bu da. Yəni, burada da future spotlarda da biz trend xəttlərini müəyyən etsək, yəni qiymət deyək ki 101-lərdən yuxarı formalaşsa, yəni hardasa 103-104-lərə qədər qalxır. Əsas alışlar isə 106-lardan biz fikirləşsək daha yaxşı olar. Satışlar isə 97-dən daha rahat olardı. Nəysə, biz yenə gəlin keçək əsas məsələyə. Biz yəni qızıla diqqət edək. Qızılın hazırki vəziyyətdə artıq 77-lərdən bizim alış əməliyyatlarımız açılır. Məncə artıq açılıb. Yox, hələ açılmayıb. 77 deməli 4700-76-82-lərdir. Birazdan alış əməliyyatları açılar və bu alış əməliyyatları nəzər çatdırım ki, yəni 10 dollarlıq gəlir olan kimi 5 dollar gəlir, ortalamağa dəyər uşaqlar. Yəni çünki bazar biraz qeyri-adi, yəni çıxan xəbərlərlə bağlı, çıxan bu bəyanatla bağlı bazar sürətli hərəkət edir. Yəni gəlir olan kimi, məsələn, dünən traderlərin əksəriyyəti 4-5 dollar gəlir olan kimi dərhal bağlayıblar. Nə üçün bağlayıblar? Çünki bazar dünən o qədər də, yəni günün ikinci yarısından sonra hərəkətli olsa belə çox
qeyri-adi hərəkət edir. Əsasən də səhər saatlarına açılan qeplər ki, ən böyük deyək ki, eniş burada oldu. Alışlar isə bu hissələrdən gəldi, bu hissələrə qədər. Yəni ondan sonra isə bazar yəni korreksiya elədi. Bu korreksiyalarda da yəni hər dəfə gəlirlə bazardan çıxmaq biraz çətin olur. Yəni az gəlirlə təbii ki, çıxmağa dəyər. Nəysə uşaqlar, biz siqnalları paylaşmışıq yenə siqnal qrupunda. Təbii ki, biz dünən funtun dollar rəqabətinə, evronun dollar rəqabətinə alış əməliyyatlarını paylaşmışdıq və mükəmməl gəlirlərlə nəticələndi. Yenidən yuxarı doğru istiqamətlə davam etdirir funtun dollar rəqabəti. Eyni zamanda evroda yuxarı doğru istiqamətlə davam etdirir. Hədəf olaraq deməli 1.35-9'lər funtun dollar rəqabətidir. Evron dollar rəqabətinə də biz baxsaq, evron dollar rəqabətində hədəflər deməli 1.18-200'lərdir. Amma gəlin biz keçək digər cütlüklərə. Ethereum'da da, yəni bildiyiniz kimi ümumi istiqamət yuxarıda korreksiyalar olacaq günün ikinci yarısından sonra. Yazı Yaponiyanın ümumi istiqamət aşağı gəlir. Doların frankona rəqabəti də aşağıdır. Və S&P yuxarı doğru dünən də bu haqda danışmışdıq. Yuxarı doğru istiqamətində hədəf olaraq 7026'lardır. Nasdaq hədəf olaraq 25900'lərdir, 26400'lərdir. DAX gərək ki bu nöqtədən yuxarı qalxsın ki 24050'lərdən yenidən yuxarı doğru istiqamət alsın. Hardasa 25500'lərə kimi. Dow Jones da artıq yəni yuxarı doğru istiqamətlə davam etdirir. Biz ortalama bir hədəf çıxardaq. Deməli 49000 hələ ki 49000'ə qədər yüksəlir. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə özünüzə yaxşı baxın, və gəlirlərlə qiymət əməliyyat açandan sonra gəlirə gəlsə mütləq sığortalayın. Hələlik görüşmək ümidi ilə sağ olun.